Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Ramazan ayının təqviminin açıqlanması cəmiyyətdə artıq xüsusi bir ruh yüksəkliyi yaradıb. Fevralın 19-dan başlayaraq müqəddəs ay təkcə dini ibadət dövrü deyil, həm də mənəvi yenilənmə mərhələsi kimi dəyərləndirilir. İnsanlar bu ayı fürsət kimi qəbul edərək həm öz daxili aləmlərinə yönəlir, həm də ətraflarına qarşı daha həssas və diqqətli olmağa çalışırlar. Müzakirə edilən əsas məqamlardan biri də Qədr gecələrinin tarixidir. 8-i, 10-u, 12-si və 16-sı mart. Bu gecələr İslam dünyasında xüsusi önəm daşıyır. Çünki insanlara görə Quran məhz bu gecələrin birində nazil olub və həmin gecə 1000 aydan daha xeyirlidir. Bu səbəbdən də insanlar həmin günlərdə daha çox ibadət edir, səhərə qədər dua və zikirlə məşğul olurlar. Son illər müşahidə olunur ki, gənclər arasında da bu gecələrə maraq artıb və məscidlərdə iştirak edənlərin sayı çoxalır. Ramazan bayramının martın 20-sinə təsadüf etməsi isə artıq bayram hazırlıqlarını gündəmə gətirib. Ailələr bir araya gəlmək, qohum-əqrabanı ziyarət etmək, ehtiyacı olanlara yardım göstərmək üçün planlar qurur. Bayram həm də sosial münasibətlərin möhkəmləndiyi, incikliklərin unudulduğu bir mərhələ kimi qəbul edilir. Ümumiyyətlə, Ramazan ayı təkcə fərdi ibadət deyil, ictimai həmrəylik ayıdır. Xeyriyyə aksiyaları, imkansız ailələrə yardım kampaniyaları, kollektiv iftar süfrələri bu ayın ayrılmaz hissəsinə çevrilib. Bütün bunlar göstərir ki, Ramazan cəmiyyətin mənəvi dəyərlərini daha da gücləndirən mühüm bir zamandır.